Bir daha gecemiz xeyir olsun. Bəyəqlər gözlər 6 yılına keçib. Neçə gün dünən deməli külək, bu günlər dünən külək idi, amma ayrı bir hava idi. Bugün dəyişildi. Tam ayrıcıdır. Hal-hazırda dayandırmışdım. Təsadüfən biraz yatmamışam, məşq edirdim. İndi hal-hazırda möhtəşəm səviyyədə uğurlu buludlar çəkildi. Tip olmasa da hər günkü müəyyən hava ilə bağlı göstərirdim. Çox dərin əsl yaz. Yay deyirik, amma yay deyil də yay həqiqətən də günəşin belə deyək döngəsi ilə yer üzündə yəni sözün əsl mənasında düzü dünya deyir. Düz dünyada yer tapmadıya gəldi. Biraz çox müzakirələr eləmişik. 58-ci ildən bəri xəritələrin gizlədilməsini dəfələrlə veriblər. O qədər danışmışam. 3-4 ildə ayrı araşdırmalar. Veya da Türkiyə ilə verilirdi. Yəni Anadolu ləhcəsində, Rusiyadan, ümumiyyətlə bütün dillərdən baxıram. Azərbaycan dilində, yəni biz Azərbaycanda neçə il müzakirəsi var. Burada nağınaq olubdu və mən indi bu istiqamət çevirdim. Bu istiqamətdə yüksək dərəcədə bax 2.57 3 tamam oldu. Deyə yuxulayardıq. Əslində səhər tezdən yuxusuzluq bu gün heç ora-bura gərgin qan dövranı. İndi bu bulud yayılıb. Cihazın aparatın elə də gücü çatmır ki, o yüksək işıqlandırma ilə gecə çəkməsi olsun, teleskopik çəkmə yoxdur bunda. Məsələn, ulduzlar falan görsənir. Lap da elə də yox, görsənir. Bunun gücü çatır digərlər kimi qıcıltıdır. Ayın işığı məsələn gətirəndə parlaq buludları bilirik ki, ayın cazibəsi çəkir. Ayın 31-i 4 gün əvvəl biri günü, 3 gün, 4 gün gecə tam dolunay idi. Bədirlənmə idi. O bədirlənmədən bəri də bir yandan qan qırıqdı. Bu günə də biraz sabitləşib gecə yarısı da indi. Havanın da ən təmiz olan vaxtıdır. Ümumiyyətlə may ayının əvvəlindən bəri, apreldən bəri olsun ki, havada tozluqlar var. Havanın ən gözəl vaxtı gecə 12-dən 4-ə kimi olur. Ən təmiz hava. O vaxtda görünəcək 22 dərəcə, 23 dərəcə istilik var. 10 dərəcəyə düşmüşdü keçən dəfə, 8 dərəcə hətta. Qışda o həftə idi. Görürük, kəskin fərq budur. Gündüz isə lap yüksəldi. Yəqin ki, heç baxmamışam. Hava hər dəqiqə gəlir, onun hava ilə bağlı indi. Son 1-2 ildə. Səma beləncə idi və amin orada bəyəqdə nə edirəm? 31 atlas, 31 A deyirlər, 3 atlas deyirlər. Neçə vaxt oxuyurdum da haqqında, hamısı bilir, hamımızın qabağına çıxıb bu böyük manipulyasiya oyunlarından biridir. O ki, mən təəccüb elədim, elə bildim ki, bu kometa bax indi də keçdi. Kometa yox da bu uçan peyklər deyirik də biz. Peykdir ya da o Aqartadan, digər saysız qitələrdən, nə bilim, yer üzünün o üzündən ya portaldan, Göygöbəz səmadakı kupoladan keçən o üzdən. Mən illərlə də əsasən son 10 ildə yüksək dərəcədə